Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm buyurur ki, Allaha xatir sevdiyiniz şəxsi qonaq çağırın, qonaqlığa dəvət edin. Bir insanı çox istəyirsənsə, ona qonaq dəvət etməklə istəyi bildir. Amma burada da niyyət Allaha xatir olmalıdır. Niyyət olur ki, bir şəxs yalnız imkanlı adamları, tutalım vəzifəli adamları, varlıları, sərvət sahiblərini qonaq çağırırsa, elə qonaqlığa getməyin özü məkruhdur, bəyənilmir heç. Görün, din nə qədər incəliklərə fikir verir. Qonaqlığı tərifləyir, amma hara getmək olar, hara getmək olmaz, hara bəyənilir, hansı qonaqlıq bəyənilmir, onları açıqlayır. İmam Sadiq əleyhissalam isə buyurur ki, mömin günahının qarşısını ala bilmədiyi bir günah məclisində iştirak etməsi layiq deyil. Bir günah məclisidir, qonaq çağırır səni, sən də bilirsən ki, orada Allahın haramlarından istifadə olunur. Allaha qarşı üsyankarlıq var. Süfrədə, yaxud hansı bir formada sən də bilirsən ki, onun qarşısını ala bilməyəcəksən. Həzrət buyurur ki, layiq deyil ki, mömin gedib belə bir qonaqlıqda istifadə etsin. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, möminlərə yaxşılıq, qonaqlıq, ehsan vermək 5 yerdə sünnədir. 5 yerdə. Yəni 5 yerdə Peyğəmbərin yolunu getmək sayılır. Birincisi toy məclisində, ikincisi həcdən qayıdarkən, üçüncüsü övladı dünyaya gələndə, dördüncüsü övladının, oğlunun kiçik toyunda və beşincisi ev alanda.